Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videomuzda Allahın bizə bəxş etdiyi ən möcüzəvi nemətlərdən biri olan bal haqqında danışacağım. Siz bu videoda balın orqanizmə verdiyi inanılmaz faydaları, həmçinin düzgün istifadə edilmədikdə yarana biləcək zərərlərini öyrənəcəksiniz. Əgər siz də immunitetinizi gücləndirmək, dərinizə parlaqlıq gətirmək və sağlam yaşamaq istəyirsinizsə, bu videonu mütləq sona qədər izləyin. Gəlin birlikdə balın sirləri ilə tanış olaq. Amma videoya keçməmişdən qabaq sizdən xahişim bundan ibarətdir ki, kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın ki, bu dəyərli məlumatdan hər kəsin xəbəri olsun. Bal qida vasitələrinin içində ən tez həzm olunandır. Balın tərkibindəki fruktoza o qədər tez glukozaya çevrilir ki, buna balın içindəki başqa birləşmələr belə mane ola bilmir. Çox sürətli bir enerji mənbəyidir. Bal şərbəti 6-8 dəqiqə ərzində artıq bizim bütün bədənimizə yayılır. Buna görə yorğun, halsız, anemiyalı insanlar üçün bal şərbəti əvəz olunmazdır. Orqanizmə kənardan daxil olan qan yaradıcı qidaların içində birinci yeri bal tutur. Bal nəinki yeni qan əmələ gətirir, hətta qanımızı təmizləmək üçün də ən yaxşı qida vasitəsi hesab olunur. Bal qan dövranını nizamlayır, ziyanlı xolesterinin miqdarını aşağı salır və damarları elastik edir. Bal ən yaxşı yara sağaldıcıdır. Yaraların üzərinə vurulduqda dəri əmələ gətirən epitel toxumasının yaranmasını sürətləndirir. Bu da yaraların qısa zamanda sağalmasını təmin edir. Kəsilmiş, yanmış yerlərin izinin qalmasını istəmirsinizsə, onda balla müalicə edin. Çünki bal kollagen liflərin bir-birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta şişmiş yaraların şişinin çəkilməsi üçün də istifadə olunur. Çünki bal dəri altı qan dövranını sürətləndirir. Bel ağrılarında bal mükəmməl bir vasitədir. Belə ki, bal axşamdan belə çəkilir. Üstünə bez parça bağlanılır, səhərə qədər saxlanılır. Bunu bel ağrısı tamamilə keçənə qədər edə bilərsiniz. Bel ağrılarında başqa bir resept isə belədir. Kələm yarpağına bal yaxılır. Belə və ya ağrıyan hər hansı bir oynağa qoyulub bağlanılır. Axşamdan səhərə qədər saxlanılır. Ağrılar tam keçənə qədər müalicə davam edilməlidir. Bal əsrlərdir həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunur və onun orqanizmə çoxsaylı faydaları elm tərəfindən də təsdiqlənmişdir. Təbii antibakterial və antioksidant xüsusiyyətləri ilə bal immunitetin güclənməsinə, infeksiyalardan qorunmağa və orqanizmin bərpasına yardım edir. Eyni zamanda bal enerjini artırmaq, öskürəyi yüngülləşdirmək, dəri problemlərini azaltmaq və yuxunu yaxşılaşdırmaq kimi bir çox sahədə effektiv təsir göstərir. Balın faydaları düzgün və ölçülü istifadə ilə sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevrilə bilər. Balın tərkibindəki təbii fermentlər, vitaminlər, antioksidantlar onu güclü immunitet dəstəkləyicinə çevirir. Xüsusilə xam bal, yəni filtr olunmamış bal, antibakterial və antiviral xüsusiyyətləri ilə mikroorqanizmlərlə mübarizədə təsirli olur. Balın faydaları arasında ən çox qeyd olunanlardan biri də soyuq dəymə və infeksiya hallarına qarşı bədəni qorumaq qabiliyyətidir. Bu səbəbdən bal xüsusilə payız və qış aylarında immunitet sistemini gücləndirmək üçün gündəlik rasiona əlavə olunur. Bal mədə turşusunu balanslaşdırmağa kömək edir və bağırsaq florasını dəstəkləyərək qəbizlik və şişkinlik kimi problemlərin qarşısını alır. Səhər ac qarına bir qaşıq bal içmək, çay və ya ilıq su ilə qəbul etmək həm immunitetə fayda verir, həm də günə enerjili başlamağa kömək edir. Amma yadda saxlamaq lazımdır ki, bal yüksək kalorili məhsuldur və artıq istifadəsi faydadan çox zərər verə bilər. Ona görə də balanslı və ağıllı istifadə qızıl qaydadır. Balın 60 dərəcədən yuxarı qızdırılması
bəzi faydalı fermentlərini məhv edə bilər və qida dəyərini azalda bilər. Bu səbəblə balı çox isti çaya və ya qaynayan suya əlavə etmək tövsiyə edilmir. İlıq suya əlavə etməklə həm dadını qorumuş, həm də faydalarını saxlamış olarsınız. Yəni səhər çayına bal qatmaq istəyirsinizsə, çay biraz soyusun, sonra əlavə edin. Həm ləzzət, həm sağlamlıq qazanarsınız. Bal yalnız qida kimi deyil, dəriyə qulluq və təbii ev vasitəsi kimi də istifadə olunur. Balı birbaşa dəriyə çəkərək nəmləndirici və təmizləyici effekt əldə edə bilərsiniz. Akne, qızartı və quruluq kimi hallarda bal ilə maskalar olduqca faydalıdır. Həmçinin bal öskürək əleyhinə olan tərkiblərdə, boğaz ağrısı üçün evdə hazırlanan təbii qarışıqlarda da istifadə olunur. Yəni bal həm mətbəxdə, həm də kosmetikada çox yönlü bir xilaskardır. Həm təbii, həm effektiv. Əziz dinləyicilər, balın faydaları olduğu kimi müəyyən zərərləri də var. Təbii məhsul kimi tanınan bal bəzən gözlənilməyən sağlamlıq problemlərinə yol aça bilər. Balın zərərləri əsasən onun yüksək şəkər tərkibi, allergik reaksiya riski, körpələrdə botulizm təhlükəsi və bazarda geniş yayılmış saxta bal məhsulları ilə əlaqələndirilir. Xüsusilə şəkərli diabet, piyələnmə və immun sistemi zəif olan insanlar üçün balın həddindən artıq qəbulu tövsiyə edilmir. Həmçinin balın yüksək allergik xüsusiyyətlərinə görə 3 yaşından kiçik uşaqlara və ciddi allergiyası olan böyüklərə verilməməlidir. Bundan əlavə balın keyfiyyəti və saxlanma şəraiti də onun sağlamlığa təsirini müəyyən edir. Sağlam qidalanma rejimi çərçivəsində balın miqdarına diqqət yetirmək vacibdir. Deməli, əziz dinləyicilər, gördüyünüz kimi bal həm çox faydalı, həm də düzgün istifadə edilmədikdə bəzən zərərli ola bilər. Əsas odur ki, hər şeydə olduğu kimi balın da miqdarını düzgün seçmək lazımdır. Əgər bu video sizin üçün faydalı oldusa, bəyən düyməsini basmağı, kanalıma abunə olmağı və şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Təbiətin nemətlərindən düzgün istifadə edin ki, sağlam qalasınız. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.